Yetirsən nə? Pul var, yolun ucuzuna tapmışam. Yandıran verir. Lavanya da ne işsiz? Ay, sakını çıxar. Keyfi yaxsız. Toyalmadım. Sağ olun, necəsiz? Necəsiz? Probleminiz yoxdur. Yoxdur. Yaxşılıqdır. Siz sigaret çəkisiniz? Olur da müəllim. Çox keyfiyyətsiz uşaqlar sizi. Emri nəzəriyyəsi göstərir, sizi görərsiniz. Öldür ay. Allah verdi müəllim. Yıxın ağzını. Yine sigaret hamımız kəsiləyiksiz. Sürüləyiksiz anlıyoruz. Sen teyzler ne olur müəllim? Ay sen de lan. Sakın dinleyen oğlan. Ay kutu sakızı yanında otur oğlan. Oy sen bayak demediler. Zırş müəllim. Kutu sakızı yanında. Ay hemen bir yerden sana. Zırş müəllim. Ay oğlan. Ben bak çok sana asmayı da kurtarırsan. Ay madem canım asmayı da kurtarırsan. Ay ölüm. Madem canım asmayı da kurtarırsan. Və vaxt itirmədən keçək əsas məsələyə. Gəlin, xırda bir müqayisə götürək və xarici universitetlə öz universitetimizi müqayisə edək. Birinci keçək, xarici universitetdən, tanınmış universitetlərdən biri olan Oxford Universiteti. Və o Oxford Universitetində tələbə telefonla danışarkən, baxaq. Şərəfəttin mən. Tommy, yes. I am fine. Sorry teacher, sorry. Gəl, indi isə baxaq, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tələbə telefonla danışır. Alo, dəstək, ne olur? Birazdan çıxacaq. Ben sözümü deyim. Dəstəyində gözüm. Oxford Universitetində tələbənin cəzalandırılması. Bu da yıkılacaq. Ama taktikten bu daha göreceğim. Hani təqsirləndirilən tələbələr, xahiş edirəm müəllimlərdən sizə gətirəziz onları. Siz, mənə verilən məlumata görə, siz universitetdə qayda qanun pozmusunuz, dərslərə girmişsiniz, müəllimləri incidirsiniz, mühazirələri yazmışsınız, seminarlara cavab vermişsiniz, hətta sizi sigaret çəkən yerdə tutublar. Siz bilmirsiniz ki, bizim universitetdə, bizim Oxford Universitetində sigaret çəkmək qəti qadağandır. Bilirsiniz onu. Müəllimlər, mən çox fikirləşdim, belə qərara gəldim ki, bunları bir dəfə bağışlayaq, necəməsə. Və axırıncı dəfə olsun, əgər bir də belə hal baş versəm, sizin məcburuq ki, valideynlərinizi çağırıq. Aydındır sizə, lap yaxşı. Gəlin indi isə baxaq pik nöqtəyə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tələbənin cəzalandırılması.
edirəm. Görə bunlar nə qələt ediblər. Buyurun. Deməli, Siraz müəllim, bu tələbələr bizim akademiyamızın müəllimlərinə qarşı hörmətsizlik etmiş, daxil nizam qaydalarını pozmuş, müazirəli yazmamış, dərsdə telefon oynatmışlar. Bir sözlə çox keyfiyyətsiz uşaqlardır. Üzr istəyirəm. Şəhbəddin müəllim, buyurun. Düzü istəyirəm Şəhbəddin müəllim. Ay, sana bayaq demədim o sakit çıxadı ağzına. Ay, hansı məktəb tutarsan, qalxın mənə. Mən dedim, bunları axtarıb tapacam və tapdım. Deməli bunlar akademiyanın daxil nizam qaydalarını pozmuşlar. Hətta mən deyərəm ki, vəhşi dərsini pozmuşlar. Sağ olun Şəhbəddin müəllim. Növbə mənə çatdı. Mən bilirəm indi neyəcəm. Bununla mən sizə aid olan statiyanı göstərərdim. Bellabinin öldürülməsi, Qəddafinin gizlədilməsi və daha sonra öldürülməsi, Nəsiminin dərsinin soyulması, Osmanlı hökümdarı 2. Sultan Süleyman Qanuni evdə qətlə yetirib, vəhşicəsinə öldürülməsi, yandırılması. Sus müəllim, o yandırılmayıb axı. Yandırılıb. Və ən nəhayət, Topal Teymurun ayağının topal edilməsi. Sizə